Studiyamıza mamamın mesajı var. Kosmetik prosedurlar çox təbliğ və reklam olunur. Elə bilsə ki, hamısını bir ana dünyaya gətirib. Hər zaman xanımlarımız baxımlı olsun, gözəl olsun. Gözəllik kriteriyalarımız dəyişib. Qaşlar mütləq yuxarıya dartılmış olarsa, bu gözəlliyi simvolizə edir. Sənət insanları daha çox baxımlılığa ehtiyacı var. Burnum xoşuma gəlmir. Bədən dismorfik pozuntu. Yəni bu qədər eybəcər olduğunu görmürmü? Şəxsən mən özüm belə səndə problem görmürəm. İfadəmə görə dönürsən, donuz burnuna oxşuyur da. Kaş bu xanım mənim həyat yoldaşım olaydı. Üzün bu qədər dartdırılması Elə olunmalıdır ki, təbliği pozmamaq şərti ilə. O xanım əlbəttə ki, səni bəyənməz. Salam, hər vaxtınız xeyir olsun, çox hörmətli izləyicilərimiz. Yenidən növbəti podkastımızda sizi xoş gördük. Mən Şəhriyar və Mən psixoloq Zülfiyə Musayeva. İstəyirdim bugünkü podkastımız eksprompt olsun. Zülfiyə xanımın bu mövzudan xəbəri yoxdur. Zaten keçən dəfə yolda bir kiçik bir diskussiyamız oldu. Zülfiyə xanım dedi ki, ümumiyyətlə bu mövzuda danışmaq lazımdır mütləq. Amma gözlə. Amma gözlə və gün həmən gündür. Zülfiyə xanıma sual verdim ki, niyə bugün gənclər, bütün xanımlar, bütün hamıya şamil etmək, bəzi xanımlar deyək, daha doğru olar, hamısı bir-birinə çox bənzəyirlər. İstər burundan, istər dodaqdan, istər gözdən, Hamısını istər eyni qaşdan. dünyaya gətirdi. Yəni, bir çox xanımlarımız ümumiyyətlə estetika baxımından ya bunların kosmetologları eynidir, ya ümumiyyətlə doktorları eynidir, yəni üzgərdirmə, Anaları eynidir, anaları. Müəyyən hansı prosedurlar olub bilmirəm. Ümumiyyətlə, mənə çox maraqlıdır ki, bu cür estetik problemin fonunda psixoloji səbəb varmı? Bəli, çox gözəl bir mövzudur. Həqiqətən də mən bunu gözləyirdim ki, birlikdə müzakirə eləyək və psixoloji, hətta sosial səbəblərini də açıqlayım. Doğrudan da bu problem artıq mən deyərdim ki, aktual bir problemdir, günümüzün aktual bir problemidir. Və hətta sosial şəbəkələri açanda mütləq ki, hansısa bir reklam qarşımıza çıxacaq. Həkimin, belə deyək, burun estetik əməliyyatı olsun, bədən şəkilləndirmə əməliyyatı olsun və müxtəlif kosmetik prosedurlar çox təbliğ və reklam olunur. Təbii ki, reklam bu qədər çoxdursa, deməli tələbat da çoxdur. Niyə buna tələbat var? Və haqlı olaraq da doğru bir sualdır ki, niyə hamı buna ehtiyac duyur? Niyə hamı artıq bir-birinə bənzəməyə başlayıb? Bilmirsən ki, elə bilsən ki, hamısını bir ana dünyaya gətirib. Bəli, səbəblər var və səbəblər əlbəttə birinci belə deyək ki, estetikaya, gözəlliyə hər zaman qadın ehtiyacı var. Qadın hər zaman gözəl, baxımlı, təravətli olmaq istəyir və təbii ki, müəyyən bir yaş keçdikdən sonra hansısa bir estetik əməliyyata və yaxud da belə deyək də kosmetoloji prosedurlara ehtiyac yarana bilər. Amma mən təbii ki, bunun əleyhinəyəm o zaman ki, gənc bir xanım çox gəncdir, gözəldir, dərisi, üzü təravətlidir, amma o gedir, məncə hətta burada yaxşı olar ki, mütəxəssislərin özləri, cərrahlar, estetik cərrahlar, eyni zamanda kosmetoloqlar da müdaxilə etsinlər ki, bəli, sənin üçün tezdir. Yəni, bunun zərərli tərəflərini də izah etsələr yaxşı olar. Məsələn, gənc xanımdır, onun dodağı, üzü gözü, hər şey qaydasındadır, amma o dodağını şişirtmək deyək də belə. Bəzən də həqiqətən biri var. Gel deyək, daha doğrusu gel. Bəli, norması var da, bəzən görsən ki, elə formadadır ki, heç o qədər pis görünmür, bəziləri də elə bir formadadır ki, ona elə gəlir ki, gözəl görünür, amma çox pis pis görünür və o bilirsiniz ki, bir müddətdən sonra hətta dodaq formasını dəyişə bilər. Yəni olsun, yenə də deyirəm, bu o yaşda olar ki, artıq doğrudan da xanımın 40 yaşı var, yaşı çoxdur və doğrudan dodaq formasını dəyişir, üzdə müəyyən narahatlıqlar var və çox gözəl. Hər zaman xanımlarımız baxımlı olsun, gözəl olsunlar və onda ehtiyac yaranır. Gənc xanımların bunu etməsinin səbəbi və bu qədər gənclərimizin buna meyilli olması, bu artıq doğrudan da ciddi psixoloji və sosial səbəblərdən qaynaqlanır. O zaman sosial səbəblər deyiləndə nə nəzərdə tutursunuz? Xanım, istədim bununla bağlı bir geniş açıqlama verin, zəhmət olmasa. Sosial səbəb dedikdə mən birbaşa elə bu sosial şəbəkələri nəzərdə tuturam. Hansı ki, biz TikTokda olsun, Instagramda olsun, canlı yayım açan xanımların əksəriyyətini görürük və əksəriyyətində kosmetoloji prosedurlar, cərrahi əməliyyatlar, belə deyək, üz forması olsun, sanki artıq belə deyək də,
o qədər bu şeylər təbliğ olunur ki, cəmiyyətimizdə gözəllik kriteriyalarımız dəyişib. Artıq gözəllik anlamı gənc qızlarımızın təfəkküründə belədir ki, çənə sərt olarsa, burun mütləq dik olarsa, dodaqlar çox qabarıq və belə deyək də dolğun olarsa, qaşlar mütləq yuxarıya dartılmış olarsa, bu gözəlliyi simvolizə edir. Yəni bu müasir dövrün gözəllik kriteriyaları budur. Amma belə deyil axı bizim əslində olan biz baxaq da elə kinolarımıza baxaq, görək milli kinolarımızda xanımların necə gözəl, necə zərif, necə deyim, həmin o tutaq ki, üzlə, gözlə necə gözəl görünürdülər. Mən əslində ona gətirəcəkdim ki, bizim bir keçmişimiz var, bəlli bir keçmişimiz var. Azərbaycan xanımları həmişə seçilir. Ümumiyyətlə, elə niyə uzağa gedirik, öz evimizin içi, öz valideynlərimizə baxmaq lazımdır. Təbii ki, ümumiyyətlə, informasiya bolluğu, dövrün texnoloji tələbləri, ümumiyyətlə, texnologiyanın sürətli inkişafı, biz bunun müsbət tərəflərindən yararlansaq, məncə daha yaxşı olar ki, yəni, yenə də deyirəm, gözəllik görsənmək, ümumiyyətlə, bəylər üçün də, xanımlar üçün də bu bir, yəni, bir fərq şeyi yoxdur bu. Yaş məsələsi. Yaş məsələsi xüsusilə burada daha mənə gəlir ki, diqqətli olmalı. Mən neçə dənə canlı yayımlar, biz özümüz incəsənət insanlarıyıq və incəsənət insanları daha çox baxımlılığa ehtiyacı var. Mən olur ki, gənc xanəndə ifaçılardır, gənc musiqiçilərdir, xanımlardır. Baxırsınız, hamısının burnu çox üzr istəyirəm, belə qaldırırlar, beləncə bir ifadəmə görə dönürsən, donuz burnuna oxşuyur da, kənardan beləncə qaldırılmış burun. Və oxuyanda da o kənardan o burunun o dairəciklərinin necə eybəcər formada nəfəs alır. Yəni, biz bunu kənardan bir tamaşaçı kimi belə görürük. Amma görəsən, o gənc xanımlar bunu görmürmü? Yəni, bu qədər eybəcər olduğunu görmürmü? Nəyə gərək var? Yəni, burnun bu qədər qaldırılması, üzün bu qədər dartdırılması, mütləq mənada bunun da fonunda bir psixoloji durum var, bir səbəb var. İndi, təbii ki, psixoloji səbəbləri mən açıqlayacağım. Birinci, sosial səbəbdən, bu təbliğatdan danışdım ki, artıq gözəllik kriteriyaları dəyişib. Təbii ki, o qədər sosial şəbəkədə bu cür xanımlar, necə deyim, canlılar açırlar. Bizim gənc qızlarımız da görür ki, nə qədər onların izləyiciləri var, necə deyim, onlara maraq göstərən, hətta əks cins nümayəndələri var. Belə olduğu halda artıq bizim gənc qızlarımızda da, dediyim kimi, hələ yaş o yaş deyil. Yəni, onun ehtiyacı da yoxdur buna, amma o baxıb, belə deyək də, ondan öyrənilmiş, belə deyək də, gözəllik kriteriyası dəyişdiyinə görə o artıq özündə qüsur axtarmağa başlayır ki, yox, mənim qaşım hündür deyilsə, burnum, hətta mən öz təcrübəmdə rastlaşmışam, xanım qızını gətiribdir, həqiqətən qızda, burnunda o qədər belə bir qüsur yoxdur. Amma o tələb edir ki, və hətta depressiyaya düşüb, heç bir işə getmək istəmir, nəysə bir işə də belə başlamaq istəmir. Çünki mən özümü narahat hiss edirəm, burnum xoşuma gəlmir, mütləq burun əməliyyatı olmalıyam. Yəni, belə bir ailədə də hətta ana-qız arasında belə bir problemin də şahidi olmuşam. Dediyim kimi, bu sosial təbliğat burada çox vacib bir məsələdir ki, mən düşünürəm ki, artıq sosial şəbəkələrdə bu mənada bir təbliğat var. Və qızlarımız da baxırlar, onlar istəyirlər. Yenə də deyirəm, ola bilər burun əməliyyatı olunsun, amma elə olunmalıdır ki, təbiiliyi pozmamaq şərti ilə. Səbəbli şəkildə olmalıdır. Və ehtiyacı olanlara, həqiqətən ehtiyacı olanlara. Mən elə gəlir ki, yenə də deyirəm, öz təcrübəmdə deyirəm ki, o xanımın heç bir ehtiyacı yox idi, amma artıq ailədə belə bir problem yaranmışdı. Depressiv ruhiyyə, özünə qapanmaq ki, mən özümü, bu hətta ona gedir çıxır ki, elə ona gələcəkdim. Bədən dismorfik pozuntu. Psixologiyada belə bir problem var ki, bədən dismorfik pozuntu. Bu o deməkdir ki, bu konkret psixoloji problemdir. Bu cür şəxslər ümumiyyətlə özlərini qüsurlu görürlər. Yəni, ümumən baxsan, bizim onda gördüyümüz bir qüsur yoxdur, amma o xırda bir detalı belə özündə qüsurlu görə bilir. Güzgü qarşısına keçir, dəfələrlə özündə o bizim görə bilmədiyimiz o xırda detalı o gözündə daha böyük, qlobal bir şəkildə görür və bunu özünə dərd eləyir
çölə bayıra çıxmaq istəmir. Hər mənada bu onun əhval-ruhiyyəsinə təsir edir, depressiya yaradır və digər problemlərə qədər gətirib çıxar. Sosial fobiya, özünü ifadə eləmək, cəmiyyət içində rahat olmaq o qədər kompleksə girir ki, yəni bu problemdən əziyyət çəkən bəylərimiz də var, xanımlarımız da var. Mən öz təcrübəmdə rastlaşmışam. Hətta mən özüm də deyirəm ki, mən təəccüblənirəm. Şəxsən mən özüm belə səndə problem görmürəm. Amma elə xanımlarımız var ki, bu artıq bədən dismorfik pozuntudur, bu psixoloji problemdir və onlar əmin olun ki, o burnunu bəyənmirsə, məsələn, bu gedib əməliyyat olunacaq. Sabah o problem köklü həll olunmur axı. Sabah başqa bir yerini bəyənməyəcək. İndi deyəcək ki, qaşlarım xoşuma gəlmir, gözüm xoşuma gəlmir, yanaqlarım xoşuma gəlmir. Belə insanların biz dəfələrlə əməliyyat keçirdiyinin şahidi oluruq. Mən ümumiyyətlə işlərdə kollektivlə diskussiya eləyəndə deyirəm ki, hər şey burundan başlayır. Ümumiyyətlə əməliyyata meylliliyin kökü birinci burundan başlayır. Yəni sən burnu zədələdinsə, artıq bütün istəklər burundan sonra açılacaq. Oradan sonra gəlir qaş, oradan sonra gəlir göz. Nəysə, yəni düşünürəm ki, bu psixoloji bir problemdir və istərdik ki, yəni yetişən gənc nəslimizdə, yeniyetmələrimizdə, yəni bu şeyə bu qədər maraq göstərməsinlər, elmə bu qədər maraqlı olsunlar, estetikaya bu qədər maraqlı olmağa ehtiyac yoxdur. Yaradılış, yəni Allaha məxsusdur, yenə deyirəm, o sənə, bizə bu burnu, bu əli, bu qolu, bu gözü, bu qaşı o verib sənə, ona düşünürəm ki, müdaxilə etsək, yəni dini baxımdan da bir yaratılışa qarşı çıxmış oluruq. Bəli, amma mən burada bir fikir səsləndirəcəm, bəlkə də xoşuna gəlməyəcək. Amma mən bir şey də etiraf edeyim ki, buna dolayı yolla səbəb olan əks cinsi, yəni siz kişilərsiniz. Nə bir boşuşma, biz kişilər niyə? Yenə biz günahkar olduq. Yenə estetikada biz kişilər, bizlər niyə? Yox, bunu belə əsaslandırım ki, doğrudan da bu xanımların gözəlləşməyinə maliyyə baxımdan yardım edən kimlərdir? Kişilərdir. TikTokda, sosial şəbəkələrdə o xanımları maliyyələşdirən, hər birinin altında böyük bir maddi büdcə yatır da. Yəni onlar ucuz başa gələn bir prosedurlar, əməliyyatlar deyil təbii ki. Yenə də deyirəm, baxırsan ki, çox abartılı formadadır və baxırsan ki, doğrudan da rəylərə diqqət edirsən, görürsən əksəriyyəti kişi cinsidir yazanlar. Və dolayı yolla onlar səbəb olar. Xanım da görür ki, ay nə gözəl, hamı kişilər yazır, diqqət mərkəzindəyəm, demək ki, belə eləmişəm, düz eləmişəm və bu mənada da dolayı yolla kişilər səbəb olur. Hətta mən bir təcrübəmi də sizinlə bölüşmək istəyirəm. Bir dəfə yaxın bir yoldaşla müzakirə eləyirdik. Deyir ki, mən bir dostumla yolla gedirdim. Yolumuz fitness salonunun yanından keçirdi və təsadüfən fitness salonunun qarşısında gözəl bir xanım gördük. Bütün belə deyək, bədən proporsiyaları superdə, yəni belə deyək, bugünkü gözəllik kriteriyalarını tamamlayan bir xanım. Və deyir, yanımdakı yoldaşım qayıtdı mənə dedi ki, evlidir hətta. Kaş bu xanım mənim həyat yoldaşım olaydı. Deyir, mən də baxdım, dedim ki, insan real düşünür. Sən nə vaxt öz həyat yoldaşına icazə verdin ki, o getsin salona, baxımlı olsun, özünə fikir versin. Bunun arxasında böyük maddi dəstək var da. Yəni, bizim bəylərimiz də, bizim kişilərimiz də dediyim kimi, əgər arzuluyursa belə bir bədən formasında, o icazə verməlidir ki, doğrudan da xanım fitnessə getsin, idmanla məşğul olsun. Yazıq xanımlar da mənəvi dəstək olmalıdır, mənəvi maddi fərq yoxdur. Amma əmin olun ki, onu deyən kişilər ki var, o komment yazanlar, maddi dəstək olan kişilər ki var, inandırım sizi heç həyat yoldaşlarına 20 qəpiyi belə qıymırlar. Razıyam. 20 qəpiyi belə qıymırlar. Və belə olan halda həqiqətən də insan real düşünər, real gözlənti qurar. Yəni o xanım əlbəttə ki, səni bəyənməz. Yəni o xanım o kəsi bəyənəcək ki, onun maddi cəhətdən dəstək olur və o bütün gedib bədən şəkilləndirmə eləyir, bütün özünü gözəlləşdirməklə bağlı bütün prosedurları eləyir. Və belədə də dediyim ki, gündəmdə qalır. Günahkar da biz kişilər olur. Günahkar deyəndə yenə də həqiqətən də reallıq budur da. Yəni maliyyələşdirən kimlərdir? Bəli, kişilər. Əks cinsdir. Həqiqətən də mən çox üzülürəm ki, bu cür düşünən kişilər var.
Yəni mən maraq göstərən üstünlük deyək də, yəni ümumən deməyək, yəni cəmiyyətimizdə ümumən o qədər, deməyək, yəni, müəyyən təbəqədən danışırıq hər zaman. Qeyrətli kişilərimiz, Bəli, oğlanlarımız var. əlbəttə ki, biz ümumi adına danışırıq. Bunu ümumən vurğulamayaq, yəni bəzi kişilər deyək ki, yəni ümumiyyətlə belə vizual estetikaya böyük önəm verirlər və böyük maraq göstərirlər. Versin, nə gözəl. Mən də xoşlayaram ki, hə, onu yoldaşına eləsin də, yoldaşı getsin gözəlləşsin. Yazıq xanımı bütün günü evin qayğısını çəkir, uşağın qayğısını çəkir. Bütün günü ərin qulluğunda durur, uşağın qulluğunda durur, qaynananın, qaynatanın qulluğunda durur. O da gedir başqasında onu bəyənir, amma öz yoldaşına gələndə dediyim kimi 20 qəpik belə qıymır ki, o xanım heç icazə də verməz o getsin salona, amma arzuluyur. Gözləntinlə reallıq üst-üstə düşmür axı. Yəni ona görə öz xanımlarımızı gözəlləşdirək. O maddi, mənəvi dəstəyi yoldaşımıza verək. Yoldaşımız da bizim üçün gözəl olsun. Əgər arzuluyuruqsa bizim üçün estetik baxımdan hər şeydə baxımlı gözəl olsun. Ümumiyyətlə sonunda bir şey vurğulamaq istəyirəm ki, izləyicilərimizə də həqiqətən də hər şey vaxtında gözəldir. Bəli, biz onun əleyhinə deyilik, yenə də deyirəm. Estetika, gözəllik, hər zaman zövq oxşayan, necə deyim, insan gözəl olmalıdır geyimində, fiziki görünüşündə, hardasa gözəl olmağı lazımlıdır, amma çərçivə daxilində və yaş kriteriyası nəzərə alınaraq. Bizim də burada məqsədimiz oydu ki, gənclərə üzümüzü tutub deyirdik ki, yəni hər şey vaxtından tez tələsməyin. Bəli, inanın ki, onun sonradan ciddi fəsadları olur və olacaqdır. Bu qədər. Növbəti podkastlarımızda görüşərik. Ümid edirik ki, bu da faydalı oldu. Təşəkkür edirik.